Milli Meclisin deputatı Nizami Seferov bildirib ki, Azərbaycan müharibə cinayətlərində itham olunan şəxslərə qarşı güya ədalətli məhkəmə prosesi aparır və beynəlxalq hüquqa ciddi şəkildə əməl edir. Lakin bu açıqlama Azərbaycanda artıq qeyd etdiyimiz kimi siyasi motivlərlə həbs olunan və girov götürülmüş erməni siyasi və mülki şəxslərin vəziyyətindən fərqlidir. Bu şəxslər heç bir hüquq və normallara riayət olunmadan, hətta bu hüquqların qobud pozulması ilə müxalif əsassız ittihamlarla mühakimə olunarlar və bu yanaşma yeni deyil. Bu aydın siyasi strategiyadır, hətta psixoloji təzyiq vazitəsidir. Məsələn, Qaqiq Voskanyan hadisəsini xatırlamaq olar. O, təsadüfən Erməni-Azərbaycan sərhədindən keçərkən tutulub, uzun müddətli məhkəmə prosesindən sonra təxminən 20 il müddətinə azadlıqdan məhrum edib və daha sonra Nikol Paşinyanla razılaşma əsasında digər girovlarla birlikdə Ermənistana qaytarılıb.